Qovublar gəlmişik. İndi şükürlər olsun Allah'a ki, torpaqlarımız azaddır. Şəhidlərimizin haqqında çox danışmaq olar. Bugün bizim yanımızda bizim Sahilə xanımız var. O şəhidlərimizi hər an yaşadır, öz şeirləri ilə, gözəl şeirləri ilə yaşadır. Bugün də o şeirlərdən biri xahiş edirəm. Desin, təşəkkür edirəm ona ki, həmişə yanımızdadır, analarımızın yanındadır, bizim yanımızdadır. Bəli, mikrofonu verin, Sahilə xanımız şeirimizi bizim gəlib. Salamlayıram mən də hər birinizi, mənim əzizlərim, mənim doğmalarım, bütün şəhid ailələri, hər öz doğmalarıdır. Hər bir şəhidin tərbiyinə öz şeir hədiyyəmlə gedirəm, bizim tərbiyimizə kifayət qalır. Qərib qardaşımın öz dilindən bir şeir yazdım. Salam, salam, xoş gəlmişsiniz bu məclisimə. Səs vermişsiniz itkin ruhun səsinə. Sizdən ricam budur, dua eləyin. İtkin ruhlar dönsün öz ailəsinə. Mən bir roman edim, arzularım çox. Nəfsim, gözüm dünya nimətinə tox. Hər kəsin dərdinə dəva olardım. Məndən eşitməzdi heç kimsə bir yox. Günəş ürəyimdə doğardı həmən. Bir xəstəyə əlac olan zaman mən. Deyirdim, ey uca yaradan şükür. Səndən çox razıdır bu aciz bəndə. Beləcə ötürkən bu həyat bir an dəyişdi, çərxini dəyişdi dövran. Aldı qara bulut yurdumun üstün. Nələr oldu, nələr, ay aman. Dağıldı neçə ev, viranə qaldı. Analar ah çəkdi, saçını yoldu. Yansın bağrı, yansın zalım düşmənin. Körpələrin bağrı qan ilə doldu. Bir an düşünmədən, durmadan həmən yollandım vətənin harayına mən. Qollarımda neçə edib, verdi can, son sözü bu oldu, can Azərbaycan. Neçə əskər, son vəsiyyətin mənə eyləmişdi, əhdi niyyətin, mənsə söz vermişdim. Hər birisinə əməl eləyəcəm, olsa da çətin. Bağışlayın məni, sizin şəhidlər, mən də dönməmişəm, ötsə də illər. Ruhum da dərbədiya, ruhum pərişan, hələ yollarımı gözləyir gözlər. Deyirəm kifayət, ey can yoldaşım, ey ürək həmdəmim, könül sirdaşım. Qonaqlarımı yaşı qarşıla bugün, axmasın gözündən, axmasın yaşım. Demək ki, ellərə əlac eləyən qəlbim dərdimə əlacı olmadı. Bugün burada ruhum, lap yanımdadır, titrəyən qəlbimdə, damarımdadır. Yenə də deyirəm, salam, xoş gəlmişsiniz bu məclisimə. Səs vermişsiniz itkin ruhun səsinə. Sizdən ricam budur, dua eləyin, itkin ruhlar dönsün öz ailəsinə. Çox sağ olun, var olun Sərbəs xanım. Sizə bir daha təşəkkür edirəm. Amma xanıma qarşı edirəm, təqdim edirəm. Sərbəs xanım, çox xahiş edirəm. O bizim demək olar ki, sizə bu şəhid ailələri adlanandır. Siz onu geri qaytarmayın. Çox xahiş edirəm sizə. Amma ki, bu çox daha bir itkin anasıdır. İtkin analarımızın arasında demək olar ki, analarımız az qalıb bugün. Allah bunlara ömür versin. Bunların saçan telinə biz qurban olun. Paylaşabilir.